Bir daha uğurlu yayımlar diləyirəm. Ümumiyyətlə bu xəbər Gürcüstanda bugün günün ikinci yarısında ilk dəfə bir görüntü ilə yayımlandı. Hansı ki bir vətəndaş tərəfindən çəkilən bir görüntü ilə yayımlandı. Yəni professional kameralar tərəfindən deyil də, daha çox bir mobil telefon vasitəsilə yayımlanmış bir görüntü idi və görüntünü hökumətə yaxınlığı ilə bilinən İMED telekanalı tərəfindən yayımlandı. Və bunun ardından ilk olaraq Gürcüstan mediası bu xəbəri məhz bu şəkildə elan etdi ki, yəni iddia üzərində, çünki daha dəqiqliyi ilə bilinmirdi. Daha sonra isə artıq irəliləyən vaxtlarda Türkiyə Müdafiə Nazirliyi artıq məlumat təsdiq etdikdən sonra Gürcüstan mediasında da artıq Türkiyə Müdafiə Nazirliyinə istinadən artıq xəbər yayımlamağa başladı və üzərindən artıq bir müddətdə keçdikdən sonra Gürcüstan Daxili İşlər Nazirliyi artıq rəsmi yazılı açıqlama verdi və açıqlamada bu qeyd olundu ki, biz təyyarənin qəzaya uğradığını görüldü və hazırda isə Türkiyəli həmkarlarla koordinasiyalı bir şəkildə istintaq tədbirləri davam etdirilir və məhz təyyarənin harada qəzaya uğradığını açıqladı ki, Gürcüstanın Kaxeti bölgəsinin Siqnari ərazisində. Çünki ilk olaraq Gürcüstan-Azərbaycan sərhədi deyiləndə ilk olaraq ağla bu gəlirdi ki, bu Qırmızı Körpü yaxınlığında baş veribdi. Hətta Gürcüstanın bir sıra media qurumları da məhz elə Gürcüstanın Qırmızı Körpü yaxınlığına səfərbər olunmuşdu. Çünki Gürcüstan-Azərbaycan sərhəd deyəndə ağıllara gələn məhz elə ilk budur. Fəqət Daxili İşlər Nazirliyinin açıqlamasından sonra məlum oldu ki, qəzanın əslində baş verdiyi ərazi məhz elə Siqnari ərazisidir. Fəqət Gürcüstan mediasında bugün müvafiq hadisənin baş verdiyi yer tam olaraq elə bir ərazi ilə bir yerdir ki, paytaxt Tbilisidən təxminən 3 saatlıq, bəlkə də biraz daha artıq uzaq məsafədir. Hazırda demək olar ki, heç bir Gürcüstanın yerli telekanalı həmin yerdən, həmin məhz hadisənin baş verdiyi yerdən hər hansı bir canlı yayın, hər hansı bir informasiya ötürə bilmir. Sadəcə olaraq Daxili İşlər Nazirliyinin özünün yayımlamış olduğu müvafiq görüntüləri ekranlara daşıyırlar ki, elə az əvvəl də bizə də məlum oldu ki, Daxili İşlər Naziri cənab Gela Geladze, o cümlədən KVMO, daha doğrusu Kaxeti bölgəsinin qubernatoru və digər rəsmi şəxslər hazırda hadisə yerindədir və məhz hadisə yerində araşdırmalar aparırlar və eyni zamanda bizə də az əvvəl bir məlumat daxil oldu ki, məhz əməliyyat axtarış tədbirlərinə eyni zamanda Türkiyənin Fövqəladə Hallar Xidmətinin əməkdaşları da cəlb olunacaqdır. Məhz bu məlumatda biz elə az əvvəl Türkiyə mediasında gördük.